Məsələn, vəsvəsəli insanlar olur. Dəstəmaz barədə. Dəstəmaz alıb fikirləşir və nəsə bir şübhə gəlib. Fikir versiz nə deyirik? Nə gəlib? Şübhə. Çünki yəqin olsa bu sual çıxmır. Adam şübhədədir. Şübhədədir. Dəstəmazı pozulub ya yox. Amma dəstəmaz aldığını xatırlayır ya yox. Xatırlayır. Əsl budur ki, dəstəmazlıdır. Fikir verdiniz? Məsələnin hökmünü nəyə qaytardıq? Əslə. Çünki dəstəmaz aldığını xatırlayır. Pozulub ya yox, bunda şübhədədir. Şübhəyə iltifat edilir, fikir verilir ya yox. Şübhəyə fikir verilmir. Bu halda şübhədən çəkinmə, yəni adam desə ki, yox, Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, də'mə yəribuk. Səni şübhəyə salan şeyi tərk elə. Mən bu hədisə əməl edin. Min bəbil ehtiyat. Ehtiyat baxımından bir dənə gedim dəstəmaz alım. Nur alən nur. Görsən cürbəcür kəlmələr. Şeytan belə gəlir. Qapını belə açır. Gedib bir dəstəmaz alım. Yəni itirəcəyim nə olacaq desə, və o etdiyi əməl var ha. Şəriət tərəssində yukrah, bəyənilmir. Fikir verin. Adam zahirən belə baxanda, qıraqdan baxan, məsələni bilməyən deyəcək ki, niyə belə deyirsən? Peyğəmbərin hədisinə əməl et də, şübhəli şeydən çəkin. Yox. Şəriət deyir ki, bu halda şübhəli şeydən çəkinmək əslən bəyənilmir. Niyə? Çünki şəriətin tələb etmədiyi bir şeylə məşğuldur. Yuridullahu bikumul yusur və la yuridu bikumul usur. Allah sizin üçün çətinlik istəmir. Sizin üçün asanlıq istəyir. Bəs bu ayələri niyə xatırlamırsan? Ki Allah sizin üçün dində heç bir çətinlik yaratmayıb. Bu axı insanı özünü çətinliyə salmaq da axı. Əslində bu cür edən elə fikirləşir ki, şəriətin müvafiq hərəkət edir. Əksinə şəriətə müxalif hərəkət edir. Niyə? Çünki bu la təğlu fi dinukum ayəsinin hökmünə girməkdir ki, dininizdə həddi aşmayın. Necə ki, Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, sizdən əvvəlki qövmləri də həlak edən şey nə idi? Dində hədlərini aşmalar. Bu dində həddi aşmağın bir növü, bir forması sayılır. Və məsələn, vəsvəsəli insanlar var. Hardansa keçəndə görəsən paltarıma nəcis dəydimi? Şübhəyə düşür. Yox, əsl budur ki, bu təmizdir. Şübhəyə fikir verilmir.